Nəyi deməyə çalışıram? Eyni bənzər epizodlardan da Kupson futbolçusu çox rahat idi. Yəni sadə epizodda topu verir Sabaha, gedir 100% gol imkanı yaradır. Heç nə olmamış kimi yenə həmin zonada, həmin formada, həmin ötürmələrlə davam edirlər. Yenə eyni, yəni anlaya bilmədim də. Əgər cavab görüşünə Kups həmin o top tikilərinin qarşısını ala bilsə, o problemini həll edə bilsə, Sabah üçün cavab görüşü çox ciddi problemə çevrilə bilər. Sözün açığı xana olan. Yəni üzr istəyirəm. Buyur. Sabah mövqe hücumundan bu gol imkanlarını yaratmırdı və ya əks hücumlardan bu imkanları yaratmırdı. Biz fərqli oyun göstəriyoruz. Bəli. Əslində bəli yaratdığı var idi, amma 10 gol imkanı yaratdısa onun ən azı 6-7-sini faktiki olaraq Kupsun futbolçulara ciddi səhvə yol verirdilər. Məncə sözün açığı burada bir önəmli olan məsələ nədir? Sabah Kupsu çox gözəl analiz eləmişdi. Kups isə Sabahı ümumiyyətlə Kupsun analizçisi baxmamışdılar deyəsən. Kupsun analizçisini deyəsən Bangladeşdən gətirmişdilər. Yəni bu necə analiz idi, bu necə oyuna yanaşma idi və maraqlısı budur ki, bu davam eləyə bu tendensiya davam eləyirdi də. Ya da dəyişmirdilər. Onların analizçisi bəlkə də Malaziyanın bir Sabah klubu var. Bəlkə də gedib onu analiz edib. Ola bilər. Çünki sözün həqiqi mənasında Sabahla açıq futbol nümayiş elətdirmək və müdafiədən bu qədər səhvlər. Müdafiədən səhv kənara qoyaq. Müdafiəni bu qədər genişləndirib cinah oyuncularını da açmaq və hər top itkisində Sabahın yaratdığı real gol imkanlarından bunu görüb buna bir uyğun bir tədbir görməmək sözün açığı, yəni bu səviyyədə Finlandiya nə qədər də İsveç, Norveç, Danimarka kimi olmasa da, yəni futbol baxımından son illər çox ciddi addımlar atırlar. Yəni Finlandiya çempionu. Ənənələri var, böyük. Bəli, yəni Finlandiya çempionu və hal-hazırda Finlandiyanın Litvanen kimi yıldızları veriblər. Hal-hazırda Finlandiyada hal-hazırda ilk pillədə qərarlaşan bir komanda üçün, yəni bu qədər səhvlər sözün açığı çox belə yaraşmadı. Yaraşmadı deməyək, sadəcə olaraq gözlənilməz idi.